Menecer öz tərəfindən ana səhifədə gələcək zamanda ödənişi olan tələbələrin siyahısını görür və həmçinin ödəniş tarixini də görür. Qrupları keçid edib, qrupların siyahısını görə bilərik, ada görə axtarış edə bilərik, qrupları silə bilərik və qrupları əlavə edə bilərik. Məsələn, var olan qrupa daxil olub yaranma tarixini görə bilərik, həmin qrupda olan tələbə siyahısını və müəllimlər siyahısını görə bilərik. Eyni qaydada həmin qrupdan istənilən tələbəni və ya müəllimi çıxarda bilərik. Tələbəni qrupdan çıxarmağa çalışanda tarixi yadda saxlı seçim var. Hansı ki seçili olsa, tələbə yenidən həmin qrupa əlavə olduqda onun köhnə proqresi yadda qalır. Əks halda qrupdan çıxardılan kimi həmin qrupa aid olan məlumat da silinir. Müəllimlərdə isə qrupdan çıxarma sədə üsul ilə həyata keçirilir. Qrupu həm də redaktə edə bilərik, hardakı şəkili və ya adı dəyişə bilərik və qrupu əlavə edə bilərik, həmin məlumatları doldurmalıyıq. Gördüyünüz kimi təzə qrup yaranıb və hazırda heç bir tələbəsi və müəllimi yoxdur. Tələbələrə baxmaq üçün bu düyməyə klik edirik və təhsil mərkəzində olan bütün tələbələrin siyahısını görə bilərik. Hər tələbəyə keçid etdikdə onun detallı məlumatlarını görürük və məlumatlarını dəyişə bilərik. Hətta tələbənin şifrəsini dəyişə bilərik. Tələbə iştirak etdiyi qrupları da görə bilərik. Həmin qruplardan o tələbəni çıxarda bilərik və eyni qaydada öncə göstərmiş tarixi yadda saxla seçimi ilə qarşımıza çıxır. Və həmin tələbənin istənilən qrupa əlavə edə bilərik. Qrupu seçirik, sonrası yeni gələn kimi qiymətləndirin seçimi qabağımıza çıxır. Bəli, seçdiyimiz halda tələbə qrupa qoşulmadan qabaq yaranan tapşırıqlarda imtahanlarda iştirak edə bilmir və qoşulmadan qabaq davamiyyət proqresi hesablanmır. Əks halda tələbə qrupa qoşulan kimi ondan qabaq olan tapşırıqlarda imtahanlarda iştirak edə bilər. Davamiyyət hesablanması qrupun yarandığı gündən hesablanır. Tələbənin platformada ümumiyyətlə silə də bilərik, tələbənin arasında ada görə axtarış edə bilərik və tələbəni əlavə edə bilərik platformaya. Müəllimlərə baxmaq üçün bu düyməyə klik edirik və təhsil mərkəzində olan bütün müəllimlərin siyahısını görə bilərik. Hər müəllimə daxil olub məlumatlarını görə bilərik. Müəllimin də şifrəsini dəyişə bilərik, qrupdan çıxara bilərik və istədiyimiz qrupa əlavə edə bilərik. Müəllimlərin arasında arada görə axtarış edə bilərik və platformadan da silə bilərik. Həmçinin də müəllimin şəxsi maaş hesabatına baxa bilərik. Maaş hesabatlarına baxmaq üçün maaşlar düyməsinə klik edirik. Hesabatın statusuna görə hesabatları çeşidləyə bilərik. Hər hansı hesabata daxil olub baxış keçirə bilərik. Hesabatın məlumatlarını dəyişə bilərik. Məsələn, hər hansı gözlənilən bir hesabatı öz tərəfimizdən qəbul edək və gördüyünüz kimi həmin hesabat statusunu dəyişib. Eyni qaydada tələbə ödənişlərini də idarə edə bilərik. Burada bütün tələbənin siyahısını görə bilərik və ödəniş statusu haqqında məlumat var. Ödəniş yaxında statusu ödənişin vaxtı yaxın 7 gün ərzində olunacağını göstərir. Ödəniş vaxtı statusu ödənişin gecikdiyi halda görsənir. Hər hansı tələbəyə keçid edib iştirak etdiyi qruplara görə ödəniş haqqında məlumatlara baxa bilərik və hər iştirak etdiyi qrup üçün ayrıntı növbəti ödəniş tarixini qeyd edə bilərik. Ödəniş məlumatını əlavə etmək üçün bura klik edirik. Və ilk öncə hansı qrupa görə ödənişin olmasını seçirik, ödəniş məbləğini, valyutanı, ödəniş aidliği olduğu periodu və ödənişin tarixini qeyd edirik. Ödənişi əlavə etdikdən sonra status yeni qırmızı qalır. Ona görə biz növbəti ödəniş tarixini dəyişirik gələcək tarixə ki, artıq statusu gecikmiş olmasın. Artıq ödəniş statusu görsənmir. Qeyd etdiyimiz növbəti ödəniş tarixi yaxınlaşan zaman artıq həmin tələbəyə bildirişlər gedəcək və ya əgər biz növbəti ödənişi gözləmiriksə, həmin tarixi yerini boş saxlaya bilərik. Məsələn, başqa tələbəyə daxil olub keçmiş ödənişlərini görə bilərik. Hər hansı etdiyimiz ödənişdə səhvlik varsa, o həmin ödənişi silə də bilərik. Həmin tələbənin iştirak etdiyi hər hansı qrupa görə ödənişin yaxın vaxtda olacaq deyə onun statusu sarı rəngdə görsənir. Əlavə olaraq təhsil mərkəzimizdə olan başqa menecerləri də görə bilərik və onların detallı məlumatlarına baxış keçirə bilərik.